Deməli, dalğa optikasına başlayanda dedik ki, işığın dalğa təbiətinə malik olduğunu göstərən 4 hadisə vardır. Onları saydıq: dispersiya, interferensiya, difraksiya və polyarlaşma hadisələri idi. Biz dispersiya mövzusunu öyrəndik. Dispersiya yadınızdadırsa, ağ işığın üçbucaq prizmadan keçməsi zamanı 7 dənə rəngə bölünməsi idi. 7 dənə rəng: qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy bənövşəyi. Bu istiqamətdə getdikcə tezlik, impuls, sındırma əmsalı enerji artırdı. Sürət və dalğa uzunluğu isə azalırdı. İşığın dalğa formasında olmasını göstərən digər bir hadisə interferensiya hadisəsidir. İnterferensiya hər hansı iki dalğanın birləşərək bir-birini gücləndirməsi və ya zəiflətməsi hadisəsidir. İstənilən dalğada bunu müşahidə etmək olar. Su dalğasında, suyun səthində yayılan dalğa bilirsiniz. Yəni ki, birləşdiyi zaman daha böyük dəniz dalğası əmələ gətirə bilir. İşığın da bəzi hallarda bir-birini gücləndirməsi və zəiflətməsi müşahidə olunduğuna görə, deməli, işıq interferensiya yarada bilir deməkdir. Yəni, interferensiyanı sadə dillə anlamağa çalışaq. Nədir interferensiya uşaqlar? İnterferensiya deməkdir ki, yəni məsələn, iki dənə dalğa fikirləşin. Bu birinci dalğamız olsun. Bu da ikinci dalğamız olsun. Bu iki dalğaya diqqətlə baxanda biz görə bilirik ki, bu birinci dalğanın təpə nöqtəsi ilə ikinci dalğanın təpə nöqtəsi, birincinin çuxuru ilə ikincinin çuxuru, sonra yenə təpə nöqtələri. Yəni, bunlar üst-üstə bir-biri ilə otururlar da, loğru dildə desək. Yəni, dalğaların təpə nöqtələri və çuxurlar bir-biri ilə üst-üstə düşür. Bu iki dalğa toplansa, yəni üst-üstə gəlsə, yeni bir dalğa əmələ gələcək və əmələ gələn dalğa bu iki dalğanın, yəni amplitud olaraq cəminə bərabər. Birinci dalğanın amplitudasına A1 deyək, ikinci dalğanın amplitudasına A2 deyək. Bu dalğalar üst-üstə düşdüyünə görə əmələ gəlmiş interferensiya mənzərəsi, buna interferensiya mənzərəsi deyirlər, əmələ gələn dalğaya, bu dalğaların amplitudlarının cəminə bərabər olacaq. Yəni, daha böyük bir dalğa əmələ gələcək. Bu şəkildə baş verən interferensiya güclənmə adlanır. Güclənmə. Güclənməni biz terminoloji olaraq suallarda maksimumlar olaraq adlandırırıq. Maksimumlar. Yəni, təpə də maksimumunu yaşayır, çuxur da maksimumunu yaşayır anlamında. Buna maksimumlar deyirik. Dalğalar ola bilər ki, bir-birini zəiflətsin. Məsələn, bir dalğamız belədir, digər dalğamız belədir. Bu formadadır, deyək. İndi burada siz nə görürsünüz? Birinci dalğanın təpəsi, ikinci dalğanın çuxuru ilə, birincinin çuxuru ikincinin təpəsi ilə, sonra yenə təpə çuxurla, çuxur təpə ilə, təpə çuxurla. Yəni, bu dalğalar bir-biri ilə üst-üstə düşmür, yola gedə bilmədi. Əgər birinci dalğanın amplitudu A1, ikinci dalğanın amplitudu A2 olsa və bu dalğalar toplansa, yəni üst-üstə gəlsə, yeni əmələ gələn dalğanın amplitudası daha kiçik olacaq. Və yekun dalğanın amplitudu bu dalğaların, görüşən dalğaların amplitudlarının fərqinə bərabər olacaq. Fərqi yoxdur, hansından hansını istəsəz çıxa bilərsiniz, onsuz da moduldadır. Və biz buradan başa düşə bilirik ki, iki dalğa görüşəndə yoxa çıxa bilərlər. Necə yoxa çıxa bilərlər? Əgər A1 ilə A2 bir-birinə bərabər olsa. Bu hadisə adlanır zəifləmə. Zəifləmə hadisəsi. Və buna terminoloji olaraq biz deyirik minimumlar. Minimumlar vəziyyəti. Şəkildən də uşaqlar başa düşdük ki, dalğaların görüşərək bir-birini gücləndirməsi də mümkündür, zəiflətməsi də mümkündür. Ona görə də bu tipli yəni hadisələr interferensiya mənzərəsi adlanır. Yaxşı, burada bir vacib nöqtə var. Ola bilər ki, sizdə iki dalğa olsun. Məsələn, deyək ki, belə bir dalğanız olsun burada. Bir dənə də dalğam buradadır. Və belə bir dənə dalğa da deyək.
İndi birinci təpə gördüyün kimi digər təpə ilə üst-üstə düşür. Amma ikinci təpə o birisinin təpəsi ilə üst-üstə düşmədi. Biz istəyirik ki, bütün təpələr bir-biri ilə üst-üstə düşsün. Yəni, hər kəs görüşsün. Bütün nöqtələr oturmayacaqsa, interferensiya mənzərəsi dağılacaq. Deməli, interferensiya mənzərəsinin ya maksimumlar, ya da minimumlar halının alınması üçün dalğaların bir təpəsini görüşməyi, bir çuxurunu görüşməyi yetməz. Hamısı görüşməlidir. Hamısının görüşməsi üçün məntiqlə hansı şərt ödənməlidir? Birinci dalğanın dalğa uzunluğu nə qədərdirsə, ikinci dalğanın dalğa uzunluğu da o qədər olmalıdır ki, yəni onların təpələri arasındakı məsafə eyni olmalıdır ki, birinci təpə görüşəndə ikinci təpədə görüşə bilsin. Yəni, bundan əvvəlki şəklə baxın, məsələn. Burada görürsünüz, müəyyən bir dalğa uzunluğu var. Burada da müəyyən bir dalğa uzunluğu var. Elə? Bu dalğa uzunluqları bir-birinə bərabər olduğuna görə, həmişə fikir verin, bərabər qaldığına görə təpələr bir-biri ilə örtüşür. Nə demək istəyirəm burada əslində? Deməli, elə ürəyin istəyən iki dənə dalğadan interferensiyanın maksimumunu ya da minimumunu ala bilmirsən. Dalğaların dalğa uzunluqları bir-birinə bərabər olmalıdır. Dalğa uzunluqları bərabərdirsə, avtomatik bilirsiniz ki, tezliklər də bərabərdir. Belə dalğalara koherent dalğalar deyilir. Koherent dalğa. Koherent dalğanın testlərdəki tərifini, yəni görəcəksiniz deyə bu ifadəni işlədirəm. Ona görə interferensiya tərifini belə deyirlər. Deyirlər ki, koherent dalğa interferensiya adlanır. Koherent sözünü görəndə həyəcanlanır uşaq, deyir ki, mən belə bilmirəm bu nədir. Koherentliyin nə olduğunu izah eləməyə çalışdım. Yəni, həmişə görüşməyi bacaram. Bütün təpələr üst-üstə düşən. Elmi dildə dalğa uzunluqları və ya tezlikləri eyni zamanda faza fərqi də sabit qalan. Fazaları fərqi sabit qalan. Yəni, dalğaları o yana bu yana sürüşdürmək olmaz. Çünki sən bu dalğadan birini o yana, birini bu yana çəksən, bunlar görüşməyəcəklər. Birini sağa, birini sola. Gərək onların başlanğıc fazasını sabit saxlayasan. Ki, onlar çaşmasınlar. Buna deyirlər koherent dalğa. İndi yaxşı. Yaxşı. İki dalğa görüşəcək, amma dalğaların maksimum ya da minimum yaradacağını, yəni güclənmə və ya zəiflətmə olacağını biz hardan biləcəyik? Deməli, koherent dalğalar birləşdikdə dalğaların görüşənə qədərki yollar fərqi delta D dalğa uzunluğunun tam misillərinə bərabərdirsə, bu maksimumlar halıdır. Maksimumlar şərti. Təkrar edirəm, görüşən dalğaların yollar fərqi, yəni görüşənə qədər keçdikləri yollar fərqi, dalğa uzunluğunun tam mislinə bərabərdirsə, onlar maksimumlar şərti yaradır, maksimumlar halı yaradılır. Məsələn, müəllim, nümunə verin. Məsələn, deyək ki, delta D bərabərdir, deyək ki, yollar fərqi 2 lambdadır. Və ya yollar fərqi 5 lambdadır, 6 lambdadır, nöqtə, nöqtə, nöqtə. Lambdanın qabağı tam ədəddirsə, bu maksimumlar halıdır. Həyatdan bir örnək versək, məsələn, sənə sual verəcək, deyəcək ki, bir dalğa belə gəldi, D1 bərabərdir, 7,5 lambda. Bu qədər yol getdi birinci dalğa. Başqa yerdən bir dənə başqa dalğa gəldi deyir. D2, onun da getdiyi yol deyir qadası, deməli 12,5 lambda. Dalğalar gəlib deyir A nöqtəsində görüşdükdə hansı halı yaradarlar deyir? Maksimumlar yoxsa minimumlar? Maksimum. İndi sən dalğaların yollar fərqinə baxırsan, bu dalğanın yollar fərqi nə tər tapa bilərəm? 12,5 lambda biri gedir, 7,5 lambda o birisi gedir. Bunların fərqi nə qədərdir? 5 lambda. 5. Fərqi bunların 5 lambda. Lambdanın qabağı tamdır, deməli bu maksimumlar halıdır. İndi
təbii ki, ağlınıza bir sual gələcək ki, müəllim, neyniyim maksimumlar halı? Yəni, ağarım, çoxdatın. Maksimumlar halı olmaq o deməkdir ki, sən əmələ gələn yekun interferensiyanın amplitudasını tapa bilərsən. Yəni, artıq sənə əmr gəldi. Sənə əmr gəldi. Deyir ki, topla bunları. Yəni, məsələn, bu verdiyim nümunədə, bu yazdığım şəkli nümunəyə çevirək. Məsələn, birinci dalğanın amplitudası olsun A0, ikinci dalğanın amplitudası olsun 2A0. Və sualı sənə belə versəydi, sualı başdan alaq da, sual belədir. Deyir ki, əmələ gələn interferensiya mənzərəsinin amplitudasını tap. Sual budur. İndi sən də suala baxırsan və ağlına bu gəlir. Yollar fərqini tapmalıyam. Tapırsan yollar fərqini 5 lambda. Lambdanın qabağı tamdır. Tamdırsa toplanmalıdır. Əmr gəldi. Bu əmrdir. Topla əmri. Topla. Nəyi topla? Amplitudları topla. A0 üstə gəlinsin 2A0 bərabərdir 3A0. Maksimumlar halı belə. Bəs minimumlar halı nətər olmalıdır? Minimum halının yaşanması üçün dalğaların görüşənə qədər ki, yollar fərqi yarım dalğa uzunluğunun tək misillərinə bərabər olmalıdır. Yəni, belə bir ifadə ilə tapıla bilər. Niyə belə bir ifadə ilə? Qorxmağa ehtiyac yoxdur. Bu, düstur kimi deyil əslində. Bu bir şərtdir. Yəni, məsələn, K-nın yerinə 0 qoy. K-nın yerinə 0 qoyanda lambda bölü 2 alınır. K-nın yerinə 1 qoy. 3 lambda bölünsün. 3 lambda bölünsün 2 alınır. K-nın yerinə 2 qoy. 5 lambda 5 bölünsün. lambda. Bəli, uzun sözün dumbası. Lambdanın qabağı yarımdırsa, yəni dalğa uzunluğunun əmsalı yarım deyiləndə, yəni 1/5, 5/5, 7/5, belə bu formada yarımdırsa, onda bu minimumlar halıdır. Zəifləmə halıdır. Minimumlar halında biz amplitudları nə edəcəkdik? Sıfırdıq. Məsələn, yenə bir bunu nümunə ilə, bayaqki nümunə üzərində göstərməyə çalışaq. Dalğalardan biri gəldi. D1 bərabərdir 5 lambda. Digər dalğamız gəldi. D2 bərabərdir 9,5 lambda. Deyir A1 A0'dır. A2 A0 bölü 2'dir. Deyir yekun dalğanın interferensiya mənzərəsinin amplitudunu tap. A0 bölü 2. Halal olsun. Mükəmməl. Niyə A0 bölü 2? Çünki minimumlar halda, onda da çıxırıq amplitudları. Bildim, bəs niyə minimumlar halıdır? Delta Çünki D'nin tamlardır da ona görə. əmsalı tam ədəd deyil. Aslında birinci yollar fərqini tapırsan, çünki birinci əmr gəlməlidir. Belə fikirləşin də bu testlərdə uşaqlar. Birinci əmr olmalıdır. Interferensiya əmrlə işləyən mövzudur. Qırağa yazıram. Yəni biləsiniz də, bəziləri həyəcanlanır sual görəndə ki, ki bu lambdalar zadı toplayan geri zəkalılar görmüşəm mən. Geri zəkalı deyəndə aşağılamaq üçün demirəm, təbii ki, səhv edə bilərsən. Amma geri zəkalı deyəndə, yəni əmri, o ardıcıllığı informatika o dərslərində kimi proqram yazanda əmrləri ardıcıl vermir. Yəni burada da elədir. Əmr gəlsin, sonra iş gör. Yəni nəyi toplayım, toplamayım məsələsi deyil. Delta D bərabərdir 4,5 lambdadır. Dalğa uzunluğunun əmsalı yarımdır. Yarımdırsa onda bunlar nə etməlidir? Çıxılmalıdır. Onda yekun amplitud mənzərəsində divizeniya.com olacaq. Yəni A0 bölünsün 2 olacaq. Əlasınız. Burada bir-iki istisnai hal var ki, onu sizlə bölüşmək istəyirəm, sevgili dostlar. Birinci istisnai hal nədir? Deməli, ola bilsin ki, bəzən sizə yollar fərqi əvəzinə fazalar fərqi verilsin. Dalğaların yollar fərqi yox, mötərizədə yollar fərqini yazıram. Faza fərqi verilsin. Yollar fərqini verəndə, bayaq dedim, lambdaya baxırdıq da, lambda ilə verir. Faza fərqi bilirsiniz ki, pi ilə verilir. Pi.
Sizdə məlumatınız varsa, 1 lambda fazaca 2 piyə ekvivalentdir. Bunu mexaniki dalğalardan öyrənmişsiniz. Yəni tam bir çevrənin bucağına uyğun gələn qiymət nə qədərdir? 2 pidir də. Lambda 2 nə demək istəyirəm? Baxın, yazacaq delta fi bərabərdir məsələn 4 pi. İndi uşağa sual verir. Deyir ki, delta fi bərabərdir 4 pidir. Birinci dalğanın amplitudu A0-dır. İkinci dalğanın amplitudu məsələn 5A0-dır. Deyir, interferensiya mənzərəsinin amplitudasını tap. Şagird girir mandraja. Şagird deyir ki, müəllim, əmr var demişdiniz. Burada əmr yoxdur. Burada əmr var əslində. Sadəcə sən pi ilə işləmirsən. 4 pi-ni çevirməlisən nəyə? Lambdaya. 4 pi neçə lambdadır? 2. 2 lambda. 2 lambda. Qaydası nədir? 2-yə böl. Bölənməsən öl. Pi veriləndə 2-yə böl. Böldün, canın qutardı. 2 lambda. İndi bu tamdır, yarımdır. Tam. Maksimum. Tamdırsa toplayım, yoxsa çıxım? Toplayın. Ay, so. Yəni, uşaqlar, yenə deyirəm, gedib özümüzdən hoqqa verməyə ehtiyac yoxdur. Belə qəribə şeylər əzbərləyirlər. Nə bilim, pi veriləndə deyir, tək olsa, cüt olsa, belə qəribə. Heç nə sənə lazım deyil. Ehtiyac olan tək şey lambda ilə. Bu sözü unutma. Biz lambda ilə işləyirik. O söhbət var, deyir, mən dollarla işləyirəm. Yəni, lambda ilə işləyirəm. Sənə əgər pi verilsə imtahanda, məsələn, yazdı, delta pi bərabər 7 pi. Çox düşünmə. Yenirsən düşün. 7 pi neçə lambdadır? 3.5'dir. Onda burada tutulmadı. Vəssalam. Yollar fərqi veriləndə birbaşa elə, faza fərqi veriləndə 2-yə böl və ondan sonra qərar verməyə çalış. Budur yəni. İnterferensiyada digər bir məsələ nədir uşaqlar? İnterferensiyada ola bilər ki, belə deyək də, yollar fərqi delta D. Məsələn, sən yazar imtahanda 2,7 lambda, 0,6 lambda, nə bilim, faza fərqini yaza bilər, o ilə də ölçü. Faza fərqi yazar 0,5 pi, 0,75 pi, 9,2 pi. Fərqi yoxdur, belə bir şeylər yazar da, Əndrə Badi, bu ulduz axın bura bir dənə ki, yadınızda saxlayın. Yəni, belə şeylər yaza bilər. İndi sən əmr gözləyirsən, amma sənə əmr gəlmir. Və bu hallarda nə baş verir deyə sual çıxır. İndi sən baxırsan, məsələn, 2,7 lambda və ya 0,6 lambda. Bu nə yarımdır? Nə tam, o deyir, sənin deyir, nə mağaram var, nə də deyir, ağacın var. Yəni, bunun nə, belə deyək də, yarımı var, nə də tamı var. Bu nə yarımdır, nə tamdırsa, icazə verin bu cümləni qurum da. Bu tam deyilsə maksimum deyil. Yarım deyilsə nə deyil? Minimum. Bu nədirsə maksimumdan kiçikdir, bilmədiyim şeydə x götürəm. Maksimumdan kiçikdir, minimumdan böyükdür, 100%. Ona görə də uşaqlar belə ulduzlu şeylər çıxarsa imtahanda yazırsan ki, maksimumlarda, yəni alınan maksimumlarda intensivlik azalar. Çünki maksimumdan balacadır da bu 100%. Amma minimumlarda Artar. İşığın intensivliyi o minimal qiymətdən nədir? Çoxdur. Yəni, ən dibi görməyib də bu. Bu nədirsə, ən dib deyil. Nə zirvə deyil, nə dib deyil. Bu ətək kimi bir şeydir. Səməd Vurğunun şeirini oxşadım. Yəni, interferensiya mənzərəsi budur. Bir də bir şey əlavə edeyim ki, suallarda görə bilərsiniz. Yazır ki, işığın, belə deyək də, yəni optikanın şəffaflaşdırılması. Deyir, optikanın şəffaflaşdırılması hansı hadisə ilə yəni, yaradılır?
İnterferensiya yaza bilmirəm. İnterferensiya. Yəni şəffaflıq nə deməkdir? Şəffaflıq, yəni güclü işıqla ola bilər də. Yəni bəzən biz mənzərəni tam şəffaf görə bilmirik. Niyə görə bilmirik? Çünki işıq düşmür də. Nə vaxt şəffaf görürük? Cismin üzərində yetəri qədər işıq düşəndə, yəni güclü intensivliklə işıq olanda, bunu da biz interferensiya ilə çoxlu dalğaları birləşdirərək əmələ gətirə bilərik. Ona görə də optikanın şəffaflaşdırılması ilə nərdəlləzi ilə baş verəcəkdir interferensiya hadisəsi ilə. İnterferensiyanı anlamayan oldu aranızda uşaqlar. Düşünün, yəni ya hamı anlayıb, ya da heç kim anlamayıb. İkisindən biridir. Sonra gəlir üçüncü hadisəmiz. Yəni Murad Boz anlamında yox, şey olaraq hadisəmiz. Deməli, difraksiya nədir? Birincisi difraksiyanın. İndi bu arada tərifləri ilə burada basıb bağlayırıq. Şagirdlərin də bəziləri bilirsiniz də, yəni təriflərə deyir ki, mənə vecimə də deyil falan. Amma elə şey yoxdur uşaqlar, tərifləri bilmək. Məsələn, dispersiya nə idi? Tezlikdən asılı olmaydı. Nəyin tezlikdən asılı olmalı? Və sürətin tezlikdən asılı olması. Nəyin? Dalğa uzunluğu ilə sürət. Yox, bildim, onu demirəm. Yəni, mən dispersiyanın özünü deyirəm. Sındırma əmsalının dalğa uzunluğu və tezliyi. Yəni, mühitin sındırma əmsalı. Bir mühitin sındırma əmsalının işığın tezliyindən asılı olmasına dispersiya deyilir, Nuray. Sonra sındırma əmsalına görə sürətlə dalğa uzunluğu falan fərqlidir. Biz buna heç nə demirik, yəni o doğru ifadədir. Amma dispersiyanın məntiqi tərifi deyək də, bu formadadır. İnterferensiyanın tərifi nə oldu bəs? Nədir interferensiya? Çox sağ olun. Onlayn dərslərə verdiyim dəyər. İnterferensiya 100% tərifdə dalğa sözü var idi, yaxşı attempt idi, like elədim ondan, halaldır. Kim idi? Humaysan idin o? Bəli. Həqiqətən çox zəki birisən ha. Yəni dalğanın elə başlayırsan ki, yəni çünki dalğa sözü olacaq da burada. Dalğaların birləşərək bir-birini gücləndirməsi və ya zəiflətməsi hadisəsinə interferensiya deyilir. Difraksiyanın həndəsi optikanın birinci qanunu var idi. İşıq düz xətt boyunca yayılır. Difraksiya işığın düz xətt boyunca yayılmasından kənara çıxdığı hadisədir. Yəni tərifi nə olduğunu biləcəksin. Bu nə zaman müşahid oluna bilir? İşığı çox nazik bir kəsikdən deyək də, çox nazik bir deşikdən işığı keçirməyə çalışsanız, işıq düz xəttindən, yəni normalda buradan bir işıq mənbəyi var. Mən bura işıq göndərirəm. İşıq normalda hamımızın düşündüyü şey nədir? Düzgün işıqdır da bu. Amma çox dar bir kəsikdən keçəndə işıq şüası öz yolundan sapır. Müəyyən bir bucaqla öz yolundan meyl edir. Təbii ki, bunu anlamaq üçün mən uşaqlara adətən onu deyirəm. Əlinizdə bir su şilank olduğunu fikirləşin. Kənddə zaten indi yəqin ki, ağaçları, gülləri zaten sulamısınız da həyatınızda heç olmasa bir dəfə. Sulamamışsınızsa da suluyun, çünki mən sulayamıram. Deməli, şilankı götürürsən əlinə, oradan su çıxır da, su fışqıyır. Deyək ki, su da gürdür, yetəri qədər təzyiqi var, rahat su gəlir də, əməlli başlı. Bu suyu sən fışqırdanda elə qəşəng gedir də, dümdüz. Amma sən bu suyu çox nazik bir reşotkadan keçirməyə çalışdığını düşün. Hansı ki, suyun o qalınlığından, diametrindən də, su çıxan borunun diametri ölçüsündə bir reşotka götürsən, su qıraqlara nə qaracaqdır? Sıçrayacaq da, düzdürmü? Bəli. Nazik bir deşikdən suyu keçirməyə çalışsan, o yan bu yan su olacaq hər yer. Hamımız bilirik bu. İşıq da belədir. Yəni, işığı çox nazik bir yerdən keçirəndə o yana bu yana səpilir. Difraksiyanın tərifini dostlar iki cür deyirlər. Yadda saxla.
Deməli, bayaq dedim, işığın düz xətt boyunca yayılmaqdan kənara çıxmasına difraksiya deyilir. Bəzən də deyirlər ki, işığın kölgə zonasına keçməsi. Çünki bu tərəflərdə kölgə olmalı idi. Amma işıq əyildi. İşıq kölgə zonasına girdi. Buna deyirlər difraksiya hadisəsi. Difraksiya hadisəsini müşahidə etmək üçün difraksiya qəfəsindən istifadə olunur. Difraksiya qəfəsindən istifadə olunur. Difraksiya qəfəsi nəyə imkan verir? Difraksiya qəfəsində bu deşiklər bir dənə deyil, çoxludur. Qəfəs deyilməsinin səbəbi o quş qəfəsi kimi fikirləşə bilərsən də. Quş qəfəsi nətərdir? Dəmir, boşluq, dəmir, boşluq. Hər yer dəmir də deyil, hər yeri açıq da deyil. Dəmirlər də var, boşluqlar da var. Difraksiya qəfəsini yaxşı anlamaq istəyirsənsə, o quş qəfəsini xatırlaya bilərsən. Biraz dəmir, biraz boşluq, biraz dəmir, biraz boşluq, biraz dəmir, boşluq, dəmir, boşluq, dəmir, boşluq və bu formada buna deyirlər difraksiya qəfəsi. Qəfəs. Arkada bir ekran. İşıq şüalarını buradan göndəririk. Hər yerdən işıq şüaları gəldiyini düşün. İşıq şüaları bura gəlib düşəndən sonra müəyyən qədər meylləşmə gedir, düzdür? Meyl eləyirlər də. Və dalğaların bəziləri bir-biri ilə birləşir. Dalğaların birləşməsinə nə demişdik? İnterferensiya. Ay maşallah. Onda yadda saxla. Difraksiya qəfəsinin iş prinsipi difraksiya təbii ki özü var. Bir də interferensiya hadisələrinə əsaslanır. Çünki adından bəzən uşaq fikirləşir ki, yalnız difraksiya olar. Çünki difraksiyada biz çoxlu sayda deşik götürməyimizin səbəbi odur ki, hər yerdən işıq dalğaları gəlsin, belə var, dalğalar bir-biri ilə neynəsin? Dalğalar əslində belə gəlir də, düz xətt kimi gəlmir. Fikir versən, dalğalar bir-biri ilə görüşdü, bax. Dalğalar bir-biri ilə görüşür, bəzi yerlərdə güclənmə yaradır, yəni maksimumlar hal yaradır, bəzi yerlərdə minimumlar hal yaradır. Bu nəyə gətirib çıxarır bilirsiniz? Bu nəyə gətirib çıxarır? Bəzi yerlərdə güclənir, bəzi yerlərdə zəifləyir və ekranda, bu arxa tərəfdəki ekranda işıq yaranır, kölgə yaranır, işıq yaranır, kölgə yaranır. Yəni, bəzi yerdə işıqlar bir-birini söndürür, bəzi yerlərdə zəiflədir və get-gedə bu mənzərə zəifləyir zaten. Ən güclü parlaq, ən parlaq mərkəzi maksimum. Buna deyirlər mərkəzi maksimum. Yəni, düz ortada, özünüz də məntiqlisiniz, mən suyu fışqırtsam, su hər tərəfə səpələnsə də, ən çox mənim axıtdığım istiqamətdə gedəcək də. O tərəfə, bu tərəfə səpələnəcək, amma düzünə də gedənlər olacaq. Çünki mən bu istiqamətə tutmuşam. Sonra birinci maksimum, bu burada birinci maksimum, bu tərəfdə də birinci maksimum. Yəni, həm sağa, həm sola. İkinci maksimum, burada ikinci maksimum. Bu qaranlıq hissələri isə, bu boş olan hissələr, bunlar minimumlar. Bu boş hissə, yəni hansı ki, ekranda qaranlıq yaradan hissələrə deyirlər. Nə? Minimumlar deyirlər. Yəni ki, difraksiya hadisəsi baş verəndə, buradan işıq göndərəndə, işıq şüaları interferensiya edərək bəzi yerlərdə maksimumlar hal yaradır, ekranda bəzi yerlərdə yəni işıq görürsünüz, bəzi yerlərdə isə minimumlar hal yaradır və siz qaranlıq görürsünüz. Difraksiya qəfəsində qaranlıq olan hissənin uzunluğuna A, qəfəsdə axı dedim, bir hissəsi dəmir kimi, bir hissəsi boşluq. Qaranlıq zonanın uzunluğuna A, şəffaf zolağın uzunluğuna B deyək. Bir qaranlıq və bir şəffaf zolağın uzunluğuna, ikisinə bir yerdə qəfəs periodu deyirlər. Təkrarlandığına görə period terminindən istifadə edirlər. Qəfəs periodu. D hərfi ilə işarə olunur. Şəffafla qaranlığın cəminə bərabərdir. Qəfəs periodunun ikinci bir adı da var, onu da yazım. Bəzi belə deyək ki, mətnlərdə qəfəs sabiti də deyirlər. Period sözündən adətən uşaqlar çaşır. Period vahidi həmişə saniyə olaraq keçmişik. T hərfi ilə göstərmişik. Burada D-dir. Distance, ingilislərin distance sözündən yadda saxla. Vahidi metrdir. Məsafədir çünki.
Sadəcə period deyilməsinin səbəbi o şeyin təkrarlamağı da, yəni qaranlıq gəlir, ağ gəlir, sonra təzədən qaranlıq gəlir, sonra təzədən, yəni təkrar getdiyinə görə buna period terminini istifadə edirlər. Bunun tapılmasının digər bir qaydası da var ki, qəfəsin ümumi uzunluğuna L desək, onda n sayda da burada zolaq olsa, n sayda zolaq, bir dənəsinin uzunluğu nətər taparsınız? L bölü N. Sol. N sayda burada zolaq var və siz bir dənəsini, yəni qəfəs periodun qəfəsin uzunluğuna görə də tapmaq olur. L bölünsün N. Hər iki düsturdan istifadə edə bilərsiniz. Difraksiya ilə bağlı maraqlı hadisə nədən ibarət uşaqlar? Deməli, difraksiyada biz dedik ki, bu bir qəfəsdir. Qəfəsin üzərinə şüanı göndərəcəyik, məsələn, ağ işıq şüası. Ağ işığı göndərəndə, ağ işığın içində neçə dənə rəng var idi? 7. 7. Yəni 7-si də meyl etmə bucaqları xatırlayırsınız da, hamısında fərqli idi. Elə difraksiyada da bunların hərəsi bir cür sınır. İnşallah çatdırdım. Ağ işıq 7 əsas rəngi. Burada 7 sözünü çox işlədirəm. YouTube-a yerləşdirdiyim videoların birində uşaqlardan biri komment yazıb ki, açı deyir, orada 7 dənə rəng yoxdur. Əslində texnik olaraq düz deyir, onu deyən adam. Prosto indi mənim nəzərdə tutduğum şeyi uşaqlar başa düşür deyə, belə deyək də, onu çox dərinliyinə deməmişəm mən. Rənglər əslində 7 rəng deyə bir şey yoxdur ki, sonsuz saydadır rəng. Ana rənglər deyək də, yəni bizim belə deyək ki, insan gözünün rahat şəkildə ayırd eləyə bildiyi tonları biz yazırıq da. Ona qalsa o Microsoft Word-də falan işləmirsiniz də, orada nə qədər rəng var. Çünki rəng tezlik deməkdir. Tezlik sonsuz saydadırsa, rəng də sonsuz saydadır. Yəni onu hər halda bildiyini uşaqların zənn eləyərək mən həmişə 7 rəngə bölünür deyirəm. O da orada yazıb ki, nətər yəni 7 rəng. Get, nə bilim, pişiklə zadın onu yazıb mənə, sağ olsun. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Burada uşaqlar fikir verirsinizsə, ən çox meyl edən kim oldu? Qırmızı. Qırmızı. Dispersiyada ən çox meyl edən kim idi? Bənövşə. Dispersiya, sınma anlamında dispersiyanın tərsidir difraksiya. Difraksiya qəfəsində ağ işıq şüası düşərkən, burada səviyyəli bir şəkildə sınma baş verir. Və bu sınma nə deməkdir? Ən çox sınan qırmızıdır anlamında. Və düsturu belədir, difraksiya qəfəsinin yadda qalsın deyə. D sinus fi bərabərdir K olsun lambda. Lambda dalğa uzunluğudur. K-ya uşaqlar tərtib deyirlər. Tərtib də nədir? Tam ədədlər. Yəni birinci tərtib, ikinci sırada, sıra nömrəsi də deyək, üçüncü sırada, dördüncü sırada. Bayaq ki, o maksimumlar, minimumlar çəkmişdim, yəni getdi. Burada görürsünüz, tərtib bunlardır. Birinci, ikinci. Tam ədədlər qoyacaqsınız. Sualda deyəcək, ikinci tərtib deyəcək, K-nın yerinə 2 qoyacaqsan. Beşinci tərtib deyəcək, K-nın yerinə B, o özü verəcək tərtibi. Fi, bayaqlarım göstərmişdim fi-ni yadınızdadırsa, fi meyl etmə bucağıdır. Öz xəttindən meyl etmə bucağı. D nə idi uşaqlar? Məsafə. Yox, D-nin adı var. Dalğaların uzunluqları fərqi. Qəfəs periodu. Qəfəs periodu bərəm. Bir də sabit. Bir də qəfəs sabit. İndi sinus fi verilən bir difraksiya qəfəsində hər hansı bir tərtib üçün, yəni D ilə K-nı sabit götürsək də, sənə bir qəfəs veriblərsə, qəfəsin periodu sabitdir. Və hər hansı bir ikinci tərtib, beşinci tərtib ədədi versəm, sinus fi lambdadan necə asılıdır? Düz asılıdır. Tərtibin sabit qiymətində, yəni məsələn, beşinci tərtibdə və ya dördüncü tərtibdə ən çox meyl edən dalğa qırmızıdır dediniz. Niyə qırmızıdır? Çünki qırmızının dalğa uzunluğu nədir? Böyük. Ay sağ ol.
Birinci qruplardan, bizim sınaqlardan yazanların yadına gələcək. Sınaqlarda birinci qrupda açıq suallardan biri belə idi. Yazıb ki, difraksiya qəfəsində, bax, difraksiya qəfəsində deyir, ən çox meyl edən rəng hansıdır və niyə? Açıq sualdır, həll yazmalısın. Uşaq yazmalıdır difraksiya. Düstur yazırsan. D sinus fi bərabərdir K lambda və şagird deməlidir ki, müəllim, meyl edən, yəni bucağı çox olan, bucağın çox olması üçün lambda çox olmalıdır. Ən böyük lambda qırmızıdadır. Ona görə də difraksiyanı əzbərləməyə ehtiyac yoxdur. Düstur sənə deyir şimdi çoxsuna. Sinus fi lambdadan üzər. Əgər dalğa uzunluğunu sabit götürsək, deyək ki, bir dənə dalğa verdim mən sizə. Bir dənə dalğa, qırmızı dalğa məsələn. Amma bu səfər qəfəs, yəni müxtəlif qəfəslər verirəm sizə. Onda sinus fi D-dən necə asılıdır? Deməli, qəfəs periodu böyük olanda meyl etmə bucağı nə olur? Ne? Kiçik. Kiçik olur. Məntiqlidir də, məntiqlidir. Deşik yekə olanda qırağa bucağa sıçrama ehtimalı azdır da. Sən buradan suyu fışqırdırsan və az sıçrayacaq da yana bir. Amma bir də var, deşik balacadır. Onda bura gələn su əməlli başlı sıçrayacaq o tərəfə, bu tərəfə. Yaxşı. Tərtib haqqında danışsaq. Ən böyük tərtib almaq istəsəm, yəni istəyirəm ki, K ən böyük olsun. K-nın maksimum ola bilməsi üçün, təbii ki, yenə D ilə lambdanın indi sabit qiymətini fikirləşək də, bucağı neçə götürüm? 90. Bucağı 90 götürsəm, K max nə çıxır? D bölünsün lambda. D bölü lambda. Buna deyirlər ən böyük tərtib. Bəzən deyirsiniz ki, K lambda düsturun belə də yazırlar, uşaqlar. Belə deyim, onu da deyim. Məsələn, D-nin yerinə L böləni yazırlar. Bərabərdir lambdanın da yerinə S bölü nü yazılır. Belə bir düstur görsəz, yəni qəfəsin uzunluğu verilər, ştrixlərin sayı verilər, işıq sürəti verilər, tezlik verilsə, çəkinməyə ehtiyac yoxdur. Bu düsturu yazırsınız. Difraksiya qəfəsinin iş prinsipi nəyə əsaslandı dedim? Difraksiya, interferensiya. Difraksiya və interferensiya, Nuray Allah. Amma ikinci bir sual da gələ bilir. Deyir ki, difraksiya qəfəsi nə üçün istifadə olunur, deyir. İşığın dalğa təbiətli olduğunu isbat eləmək İşığın üçün. dalğa təbiətli olduğunu göstərən hadisədir. Qəfəsin özü deyir, nə üçün istifadə olunur? Qəfəs dalğa uzunluğunu təyin eləməyə imkan verir. Lambdanı tapmağa imkan verir. Sual çıxanda ehtiyat olun. Dalğa uzunluğunu təyin etməyə nə qarır? Çox sağ olun. İmkan. İmkan verir. Dalğa uzunluğunu təyin etməyə imkan verir. Bunu yadda saxlayın. Bu çıxıb bir dəfə. Çox adam tökülmüşdü. Onları yadda saxlayıram. Və ifratın mahnısı ilə davam eləmək insana acı verir. Sonda dördüncü, bəli. Nə idi dördüncü? Yadınızdadır. Polyerlər. Qafiyəni pozan kim oldu? Polyerləşmə. Ay sağ ol. Dispersiya, interferensiya, difraksiya, polyarlaşma. Bilirəm, ağlınızdan keçir ki, axşam saatıdır, müəllim durub burada şeir cad deyir bizə. Halbuki bunun bir məqsədi var. Üçü bir-birinə oxşuyur. Bir dənə polyarlaşma fərqlidir. Fərqli olanlar özəldir. Və bu fərqlilik o deməkdir ki, polyarlaşma digərləri kimi işığın dalğa olduğunu göstərir, amma hətta enə dalğa olduğunu göstərir. Bunu heç bir eləməmişdir. Qəbul imtahanının lişli sualı. Deyir ki, verilən hadisələrdən hansı işığın enə dalğa olduğunu göstərir. Elə işıq yazmıram bəzən.
Elektromaqnit dalğa yazır ha. Vay, suala bax yazır ki, elektromaqnit dalğaların enine olduğunu sübut edən hadisə hansıdır? Uşağın beyninə bax 40 saat fikirləşir, deyir ki, elektromaqnit dalğa hara? Dalğa optikası hara? Elektromaqnit dalğa işıqdır. Daha doğrusu işıq elektromaqnit dalğadır. So in this case you can easily choose polarization, polyarlaşma. Polyarlaşmanın özü nədir? Adi işıq polyarlaşmamış işıqdır. Adi işıq nədir? Polyarlaşmamış. Hər yerdən gözlərimizə işıq gəlir. Ona görə də sizə günəşli günlərdə normal gözümüzlə günəşə baxmaq ya da çox gəzmək, yəni çox ətrafa boylanmaq gözlərimizə ziyan verməsinin səbəbi budur. Çünki müxtəlif intensivlikli, yəni bir çox intensiv maddəlik adi işıq gözlərimizə gəlib düşür və bizim göz bəbəklərimizi narahat edir. Yəni adi işıq sadə bildiyimiz polyarlaşmamış. Bəs polyarlaşmış nə demək? Bunun qarşısına turmalin kristalı, nazik kristallar yerləşdirilir. Turmalin kristalından işıq keçəndə o xəttlərdən yalnız biri keçə bilir. Biraz uzaqda çəkim, çünki yer qalmadı. Yalnız bir dənəsi keçir. Buna deyirlər polyarlaşmış işıq. Ona görə bizim bu günəş eynəkləri almağımızda fayda var. Polyarlaşmış işıq. Polyarlaşmış işıq. Yaxşı, 2 dənə turmalin kristalı götürsəm və onlar arasındakı bucaq təbii ki 0 dərəcə olsa, yəni turmalin kristallarını belə yan-yana fikirləş, birindən keçən o birisindən də keçər də, düzdürmü? Yəni 2 turmalin kristalı arasındakı bucaq alfa 0 dərəcə olanda elə işıq maksimal şəkildə keçəcək oradan, maksimum. Nə zaman heç keçməz? 90 dərəcə. 90 dərəcə eləyəcəm indi bax. O. 90 dərəcə eləyirəm. Bunu belə qoyuram, nətər keçsin tərəf. Ona görə də alfa bərabərdir 90 dərəcə olanda keçən işığın intensivliyi deyir 0-a bərabərdir. Nəyə bərabərdir dostlar? 0-a. Bura. 0-a bərabər. Yəni 0 dərəcədə maksimum, unudan varsa kosinusdan yadda saxlayın. Kosinus 0-da maksimum alır. Pol kos da belə, polyarlaşma, pol kos. Polyarlaşmada kos sözünü yadda saxlayın. Bilmirəm nə edeyim ki, yadınızda qalsın. Ağzıma gələn deyirəm, bəlkə də daha tez yadınızdan çıxmaq üçün bir fənddir bu. Yəni 0 dərəcə olanda maksimumdur, 90 dərəcə olanda 0-dır. Ümumilikdə, yəni dalğa optikasında, Umay, sən deyən istəyirsən, Umay, neçə dənə şey öyrəndik biz? Yəni işığın dalğa təbiətinə malik olduğunu göstərən neçə dənə hadisə oldu? 4 dənə. Dispersiya, interferensiya, difraksiya, bir də polyarlaşma. Əla. Mükəmməl. Dispersiya nə idi? Mühitə sındırma əmsalının tezlikdən və dalğa uzunluğundan asılı olması. Bəli. Ən çox sınan kim idi? Bənövşəyi. Rəng. Bəs difraksiya da ən çox sınan kim? Qırmızı. Ən böyük dalğa uzunluğu hansı rəngdir? Qırmızı. Bəs ən böyük tezlik? Bənövşəyi. Bənövşəyi. 5 lambda. Burada tam ədəd olur da, tam ədəd olduğuna görə maksimallaşır. Əla. 7 lambda. Onda da eyni. Bəs 7 pi? Onda minimumlaşır. Çünki 7 pi'yi 2 pi'yə bölürük. Lambda o da olur 3,5 lambda. Ay sağ ol. Əla. Polyarlaşmada neçə dərəcədə maksimum olur? 1 dərəcədə.
Bəs bu 4 dənə hadisə içində hansı işığın həm də enli olduğunu göstərir? Polyarlaşma. Sağ ol. En azından dalga optikasını az da olsa da sar. Mənimsədiz. Sizə təşəkkürüm bildirirəm. Dalga optikasının həmən ardınca gəlir. Bilirsiniz ki, işıq kvantları. İşıq kvantları dərsinin giriş hissəsini sizə deyəcəm. Çünki burası vacibdir. Yəni həm də sadədir. Sizlər üçün asan olacaq deyə deyəcəm burasını. Qalan o hegemon hissəni isə növbəti dərsimizdə inşallah keçəcəyik şagirdlər. Bu niyə görə burada deməyi mən özümə borc bilirəm? Çünki biz bayaqdan danışırıq ki, işığın nə bilim belə deyək də dalğa olduğunu göstərən hadisələr, işıq kvantı isə artıq işığın dalğa olduğunu göstərməyən. İşıq kvantı Azərbaycanda işıq zərrəciyi deyək də. İşıq zərrəcikləri. Artıq işığın zərrəcik təbiətini öyrənəcəyik burada. Yəni işıqlar, işıq şüaları kvantlardan ibarətdir. Buna kvant da deyirlər uşaqlar, foton da deyirlər. İşıq zərrəciyi nədir? Fotondur. Foton, uşaqlar, baxın, foton haqqında bir-iki dənə maraqlı məlumat var. Belə, burası maraqlıdır zaten, sıxılmayacaqsınız deyə deyirəm bunları. Deməli, foton sükunətdə mövcud olmayan zərrəcikdir. Sükunətdə mövcud deyil. Şaşırmalısan əslində biraz. Həyatında elə bir şey düşün ki, dayananda yoxdur, hərəkət eləyəndə var. Yəni bir tapmaca düzəlsək öz aramızda fizikçilər kimi, o nədir ki, dayananda yoxdur, hərəkət edəndə mövcuddur desələr, cavabımız nə olardı? Foton. Foton. Foton olardı. Fotonun sükunətdə mövcud olmadığı üçün kütləsi də yoxdur. Fotonun deyəsən ki, mənim bari yükü olsun, yükü də yoxdur. İndi gəlir, yoxdur, amma var. Amma var. Çünki hərəkət olanda var. Və hərəkət işıq şüalarının müəyyən tezliyi ilə baş verir bilirsiniz. Ona görə də fotonun enerjisi gəlir. Fotonun, belə deyək də, heç nə olmasa da enerjisi var. Fotonun uşaqlar enerjisi Y bərabərdir. H nödür. Nöyünün yerinə S bölü lambda da yazmaq olar. HC bölünsün lambdadır sevimli insan. Nə deməkdir? Fotonun enerjisi bu dalğanın tezliyi ilə düz mütənasibdir. Dalğa uzunluğu ilə isə necə mütənasibdir? Tərs mütənasibdir. Siz bunu bilirsiniz. Dispersiyada siz demişsiniz ki, bənövşəyinin tezliyi böyükdür. Enerjisi də kimi də kiçik deyəm. Böyük müəllim. Bənövşəyinin tezliyi də böyükdür. Enerjisi də böyükdür. Necə? Enerjisi də böyüdü, tezliyi də. Enerji də böyükdür, tezliyi də böyükdür. Bəs dalğa uzunluğu? Kiçikdir. Niyə? Tərs asıldı ona görə. Tərs asıldı. Tərs asıldı. İndi bildiniz niyə dalğa uzunluğu qırmızı rəngdə böyükdür? Bəli. Əla. Yəni bu düsturlar ona görə dedim ki, bunlar deməkdə fayda olacaqdır. İmpulsunu da düsturunu bura qeyd edeyim fotonun. Foton impuls düsturu uşaqlar P bərabərdir. Normalda bilirsiniz ki, kütləni sürətə vururuq MC. MC. E2-nin kütlə düsturu hər yerdə görmüşsünüz. MC kvadratı. Onda olarmı ki, Y-ni S-yə böləndə impuls alır? Y-ni S-yə böləndə nəyi verir? İmpuls. İmpulsu verir. Yaxşı, Y-nin yerinə H-nü yazsam, H-nü bölsək bu nəyi verər?
H lambda. H böl lambda. Deməli, fotonun impulsu, yenə görürsən, dispersiyada demişdiniz ki, bayaqlarım bənövşəyinin impulsu ən böyük demişdiniz. Impuls tezlikdən düz asılıdır, görürsən. Amma dalğa uzunluğundan tərs asılıdır. Mən sizə o dərsdə demişdim ki, burada kütlə bacı qardaş kütlə deyirəm. Impuls sürət bacı qardaşlığı yox. İmpulsla burada lambda önəmlidir. Foton impulsu üçün soruşsalar ki, əsas düstur deyəcəksən ki, mənim H bölü lambda. Yadda qalar mı dostlar? Bəli. Müəllim, burada y bərabərdir mc kvadratı yazmışsınız. Orada m kütlədir. Bəli, M kütlədir. Nəyin kütləsidir ki? Hər şeyin sənin kütləndir bu. Mənim hər nəyin dünyada ol. Hə, sən bəlkə şeyə görə soruşsan, fotonun enerjisinə kütlə yoxdur demişsən, dur bura kütlə baxsın. O mən adam deyirsən. Bəli, müəllim. Yox, bu bilsən nə? Yaxı, sükunətdə kütləsi yoxdur. Sükunətdə hərəkətə başlayanda Einstein'in bu düsturuna bilsən nə deyirlər? O kitablarda zaten görmüşsünüz də yəqin. Y bərabərdir mc var. Bu düsturun adı var. Einstein'in kütlə enerji düsturu. Yəni sənin kütlən varsa, sənin müəyyən enerjin var deyir. Ya da hamımızın da, bütün cisimlərin. Fotonun kütləsi yoxdur sükunətdə, amma hərəkətə başlayanda enerjisi yanandığına görə fotonun kütləsi də yaranır. Dedin necə? Bəli, müəllim. Sağ olun. Amma çox kiçikdir. Niyə çox kiçik olduğunu özün təxmin elə. Y böl S-nin kvadratı. S də 3 vurun üstü 8-dir. 9 vurun üstü aman Allah belanı verməsin. Hərəkət zamanı kütləsi çox kiçikdir. Yoxsa deşik-deşik olardıq biz. Allah uzaq eləsin. Yəni düşün ki, o filmlərdə olur, o nədir o? Bird Box nədir? Çıxırsan çölə darmaduman olursan, belə. Elə bil ki, adamı deşik-deşik eləyirlər. Yəni başa düşdünüz dostlar? Bəli. Belə dostlar. Allah sizləri qorusun. Bugünkü informasiya biraz çox oldu. Tapşırığınız da biraz bol olsun. Tapşırıq bol olsa basılmaz zaten. Tapşırığı kim yazır? Mən yazıram. Mən yazıram Məşədi İbad. Məşədi İbadın filmində baş rolda Nigar. Baş rol olmaz. 228-də 1-dən 15-ə yazırsan. Yazıram. 220-də 1-dən 15-ə. 229-da 1-dən 42-ə yazırsan. Yazıram mən. 234-də 1-dən 30-a. Bu tapşırıqları da qəşəng yazıb gəlsəniz, bax, dalğa optikasını pis tutmamışsınız temasını, uşaqlar. Dalğa optikasının temasını pis tutmamışsınız. Ona görə də xahiş edirəm, dalğa optikasının zadı yaxşı mənimsin. Tamam mı dostlar?